Salam dəyərli dostlar, hər vaxtınız xeyir. Əlazov test vəsaitindən seçdiyim bir neçə sualın izahını sizinlə bölüşəcəm. Odur ki, çox gecikmədən başlayaq. Ya Allah. İlk sualımız belədir ki, iki kolda cəmi 20 sərçə var. Birinci koldan ikinci 2 sərçə qonduqdan sonra hər iki kolda bərabər sayda sərçə oldu. Əvvəlcə birinci kolda nə qədər sərçə var idi? Kolda isə 2 kol və deyir cəmi 20 sərçə vardı. İstəsək birinciyə x verib ikinciyə 20 minus x yaza bilərik və yaxud ikinciyə x verib birinciyə 20 minus x yaza bilərik. Birinci koldan ikinciyə 2 sərçə qondu. Birinci koldan ikinciyə 2 sərçə qonursa, bu deməkdir ki, birinci kolda 2 sərçə azalacaq, ikinci kolda isə 2 sərçə artacaq. Yəni birinci kolda x minus 2, ikinci kolda isə x plus 2 olacaq. Hər iki kolda bərabər sayda oldu. Deməli, x minus 2 bərabər olacaq 22 çıx x. X-i mənfi x yəni keçəndə plus x olur. Olur 2x. 2-nin qabağında minus olduğu üçün onu keçəndə plus olur. Yəni 24. X bərabərdir 12. Deməli, əvvəlcə birinci kolda nə qədər vardı? Əvvəlcə demişdik, x elədik. X nə qədərdir? X də 12. X də 12. Cavab olacaq A bəndi. Keçdik ikinci testdə. Deyir, iki kolda cəmi 16 sərçə var. Birinci kol, ikinci kol 16 sərçə. Yenə buna x yazıb buna 16 minus x yaza bilərik. Birinci koldan ikinciyə 3 sərçə qonduqdan sonra hər iki kolda bərabər sayda oldu. Bu da eyni usulla. Birinci koldan 3 sərçə uçub ikinci kola qondu və nə oldu? Hər ikisinin sayı bərabər oldu. 19 minus x mənfi x bir yana keçəcək olacaq plus x, yəni 2x mənfi 3'dür. Onu keçəndə olacaq 19 plus 3, yəni 22. X də bərabərdir 11. Bizə nə soruşur? Əvvəlcə birinci kolda nə qədər vardı? Əvvəlcə 11 vardı. Cavab olacaq C bəndi. Keçdik üçüncü suala. Deməli, 2 ardıcıl cüt ədədin cəmi 98-dir. Böyük ədədi tapın. İstəyir 2 ardıcıl tək ədəd olsun, istəyir 2 ardıcıl cüt ədəd olsun. Yəni sıralaması belədir. Və deyir ki, onların cəmi 98-dir. İki üst bərabər 2-ni keçirik. 96 4 deməli 48. 48 böyük ədəd neçədir? 48 plus 2 neçə olacaq? 50. Bir-birinə 7 vahid fərqli olan iki ədədin cəmi 25'dir. Kiçik ədədi tapın. Bu dəfə nə edirik? Birinə A yazırıq, digərinə A plus 7 yazırıq. Cəmi nə qədərdir? 25. 2A bərabər 7'ni plus 2'sini minus olur, 18. A bərabərdir 9. A9 bizə nəyi soruşur? Kiçik ədəd. Kiçik ədəd 9. Böyük ədəd soruşsaydı 9 isə 8, 16. Sonra perimetri 20 cm olan düzbucaqlının uzunluğu enindən 2 cm böyükdür. Düzbucağın sayısını tapın. Deyir ki, perimetri, yəni P 2A plus B'dir. Və bu da nəyə bərabərdir? 20 cm. Uzunluq enindən 2 cm böyükdür. Enə x versək, uzunluq x plus 2 olacaq. 2'yi mütərizə içində 2x plus 2 yazırıq. Çünki 2'dən x var. Bərabər edirik neçə? 20'yə. Yaza bilərik 4x plus 1 bərabər 20.
4-ün niyə mötərizə xaricini çıxartdıq? Mötərizə daxilində 2 vur x üstə gəl 2 vur 1 var. Həmin o 2-ni, əksində olan 2-ni keçir mötərizə xaricinə. O da edir 2 vur 2, yəni 4. 4-ü yəni keçəndə olacaq x plus 1 bərabər 5. X bərabərdir 4. Deməli, x 4-dür. Bizdən nə soruşur? Bizdən sahəsi. Bu da 6-dır. Sahədə s bərabərdir 6 vur 4. Yəni 24. Cavab olacaq 24. Misal şərtindən də görünür ki, məhdudun uzunluğu həm kvadratın perimetridir, həm də üçbucağın perimetridir. Tərəfi kvadratın tərəfindən 4 sm çoxdur. Kvadratın tərəfini x etsək, üçbucağın tərəfi nə olacaq? X plus 4. Üçbucağın perimetri nəyə bərabərdir? 3 x plus 4 bərabər. Kvadratın perimetri nəyə bərabər? 4 vur x-dir. 3x üstə gəl 3 4-ün 12 bərabərdir 4x. 3x-i keçirik digər tərəfə. Yəni 4x çıxır 3x. Deməli 12 bərabərdir x-a. Biz istəsək üçbucağın perimetrini taparaq məhdudun uzunluğunu taparaq, İstər kvadratın perimetrini taparaq məhdudun uzunluğunu tapa bilərik. Ona görə kvadratın perimetrini tapırıq. Kvadratın da perimetri nəyə bərabərdir? 4 vurulsun x, yəni 4 vurulsun 12. O da edir 48. Deməli, cavab neçədir? B bəndi. Perimetri 32 cm olan düzbucağın uzunluğu, düzbucağın uzunluğu n-in 2 mislindən 2 cm azdır. Düzbucağı çəkirik. Düzbucağı çəkirik. Deyir, perimetri 32 santimetrdir. Düzbucağın uzunluğu n-in 2 mislindən 2 cm qısadır. N-ə x versək, 2 misli, yəni x-in 2 misli 2x və çıx 2 olacaq. Çünki 2 cm azdır. Deməli, 2 mötərizəni açırıq. X plus 2x minus 2, o da bərabər edir 32-yə. Sonra keçir sualına. Bu 3x çıx 2 olacaq. 3x çıx 2 bərabər 16. 3x bərabərdir 18. X bərabərdir. X bərabərdir 6. X 6-dır. Uzunluq da 6-nı 2 vur 12 çıx 2 10. Deməli 10 edir. X də 10-dur. Belə uzunluq da 10-dur. Düzbucağın uzunluğu nə qədərdir? 10 cm. Perimetri 68 cm, yəni düzbucaqlıdır. Düzbucaqlıdır. N-in yarısının uzunluğu n-in yarısından 10 cm çoxdur. Yəni elə burada 2x verək. Çünki bir var x-i bölək 2-yə üstünə 10 cm gələr. Bir də var 2x-dir. Onu bölək 2-yə x olsun. Onsuz da bir şey dəyişməyəcək. Üstünə gəl 10 yazaq. Demək, uzunluğu nə qədərdir? 2x x. 3x üstə gəl 10 bərabər olacaq 68. 68. Sonra 24. X bərabərdir 8. Demək, nə oldu? Bizdən soruşur uzunluğu. Uzunluq da 8 də 10. 18. Cavab olacaq D bəndə. D. Bir-birindən 4 vahid fərqli olan 3 ədədin cəmi 60-dır. Böyük ədədi seçin. Bir digərindən 4 vahid fərqlidir. 60 bərabər, yəni bunları toplayırıq. 3A bərabər 12. 12 içəndə olur 8. 48. A bərabərdir 1, 16. A 16-dır. Böyük ədəd neçədir?
böyük ədəd A plus 8-dir. Ona görə 16 üstə 8 gəlir, edirik 24. İzahlarımız bu qədər. Ümid edirəm sizlər üçün faydalı olar. Kanala abunə olmağı, videonu izləməyi, rəy bildirməyi və paylaşmağı unutmayın. Təşəkkür edirəm.